وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah qardaşlar, bugün artıq 28-ci iftardır. Elhamdülillah, Allah qəbul etsin. Bu artıq işarələr də hamısı açıq aydın ki, artıq Ramazan bitir. Elhamdülillah, bu ay böyük fürsət idi. Mömin üçün, müsəlman üçün, islah olmağı üçün, nəfsinə qalib gəlmək üçün bizi öyrətdi bu Ramazan. Nəfsə qalib gəlməyi, ibadətdən ləzzət almaq, ibadətə ciddi yanaşmaq. Çünki Allah Taala bizi elə-belə yaratmayıb. Elə-belə yaratmayıb. Hətta heyvanlar elə-belə yaranmayıblar. Bu kainatda, bu ətrafda heç nə artıq bir şey yoxdur. Allah kamildir. Hər bir xəlqində. Allah Quranda buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Və təbii ki, orucluq ibadətin bir növüdür. İslamın əsasıdır. Və fikir versək, ibadətlə də doludur. İndi sabah təbii ki, axırıncı gecədir, axırıncı gündür, gecə. Və qalan əməllərdən məsələn, müsəlman nəyə diqqət eləməlidir? Allah'a zikrə. Çünki bayram günləri, bayram gecəsi və bayram gününəcən müəyyən zikr var. O da Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber, və lillahil hamd. Bu, əvvəl təkbiri 2 dəfə və ya 3 dəfə də eləmək olar, gəlib. Bu zikir bildirir ki, artıq bayramdır sabahsı günü. Bayram namazınacan bu zikir eləysən. Yəni, sabah, inşallah bizdə 20-sidir inşallah. Sabah artıq məğrib namazından sonra bu zikir eləysən. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber və lillahil hamd. Yəni, fikir versəz, müsəlman burada nə biz öyrənirik? Şəriət bizə nəyi öyrədir? Şəriət bizə öyrəndir ki, bayram günü necə qarşılamaq? Bayram günü qarşılayırsan Allah'ı zikr etməklə. O kimlərdə ki, zikir yoxdur, onlar başqa cür qarşılayırlar, şardan, zadla. Amma biz yox müsəlmanlar. Biz Allah'ı zikr etməklə. Və zikr etməklə hansı zikri? Allahu Ekber. Allah Ekber'in mənası böyük, yəni Allah hər bir şeydən böyükdir. Yəni Allah'tan başqa böyük yoxdur heç nə. Bu təkbiri biz çox yerdə deyirik. Və əsasən də namaz qılanda. Namaz qılanda gör neçə dəfə biz təkbir eləyirik. Onunla başlayırıq. Deyəndə, başlayırsan nədə? Namazda. Namazda başlayanda deyirsən Allahu Ekber. Yəni sən demək istəyirsən ki, namaza başlayanda Allah hər şeydən böyükdür. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, Miftahua tahur. Yəni namazın açarı təmizlikdir. Namazın açarı təmizlikdir. Və həmçinin və təhrimuha təkbir və təhliluha təslim. Təhrimuha təkbir. Yəni, təhrim əslində haram sözündəndir. Yəni, təhrimuha təkbir, yəni Allah Ekber deyən kimi, Allah Ekber, nə üçün ehram deyiblər? Ehram. Sən ömrədə, həcdə ehram geysən, o ehram adlanıb. Çünki ehram, o mənası odur ki, onu giyəndən sonra, niyyət artıq miqatı keçəndən sonra ehramla, bəzi şeylər sənə olmaz. Saçı dartmaq, dırnağı qopartmaq, artıq sən ibadəti girdin. Mübahisə eləmək və s. Fikirsən, namazda da Peyğəmbər sallallahu aleyhi ve sellem ki, وَتَحْرِيمُهَا التَّكْبِير Ət-təkbir. Yəni, Allah Ekber də ehrama bənziyir. Yəni, misalında. Yəni, Allah Ekber deyəndə də necə ehram ki, geymirsən, miqatı keçəndən sonra sənə bəzi şeylər olmaz. Namaza da başlayanda təkbir, Allahu Ekber qıtardı. Olmaz. Olmaz artıq hərəkət. Olmaz danışmaq. Ora-bura baxmaq. Artıq girdin ibadətə.
Ona deyirlər, bu təkbirin adı deyirlər təkbiratul ihram. Təkbiratul ihram. O birisi təkbirlərə isə təkbiratul intiqal. Yəni dəyişmək, haldan hala. Fikir verirsən, namaz da belə başlayır. Allahu Ekber. Allah hər şeydən böyükdür, bütün məxluqatından. Ona görə müsəlman bunu deyəndə, ən birinci onun qəlbində Allaha əzəmətlənir. Sadəcə müsəlman nəyə fikir verməlidir? Bu kəlməyə yalan, müxalif olmamaq. Bu kəlməyə deyənlər başa düşmürlər. Görürsən, Allah Ekber deyir, gedir məsələn, qəbirdən istəyir. Bu, onun qəlbində Allah böyük deyil onun üçün. Gedir günah eləyir, gedir, o Allahı əslində böyük görmür. Yalancıdır, yalancıdır. Necə məsələn, la ilahe illallah deyir, namaz qılmır, yalancıdır. Yalandır sözündə. Necə, sən deyirsən, Allah təkdə onun şəriki yoxdur. Və Muhammed Peyğəmbər sallallahu Allah tərəfindən göndərmiş Rasuldur, namaz qılmırsan. Düz gəlmir, əməlinlə sözün düz gəlmir. Və ya oruç tutmursan. Və ya imkanın varsa maliyyə cəhətindən zəkat vermirsən. Və ya imkanın var maliyyə cəhətindən və sağlamlıq cəhətindən həccə gelmirsən. Yalandır sözün. Yalan danışırsan. Və ona görə qardaşlar, yəni söz deyəndə sözü təsdiq eləmək lazımdır. Və ona görə bayram təkbirləri fikir versən Allah-u Ekber. Nə deyirsən orada? Allahu Ekber. Bir dənə də Allahu Ekber. La ilahe illallah. La ilahe illallah, yəni Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Yəni la ilahe birinci yoxdur ilah, yəni məbud, ibadət olunan la ilah. Sonra isbat, birinci inkardır. Sonra isbat eləyirsən. İllə, yalnız. Kim? Allah. İbadətə layiq haqq məbud yalnız Allahdır. La ilahe illallah. Deməli, la ilahe illallah iki dənəsindən ibarətdir. Birinci inkardır, yəni inkar nə? Bütün məbudatları. İkinci isbatdır, yalnız bir məbudun isbatı. O da Allah. Və bu kəlmədə biz seçilirik bütün dinlərdən, bütün başqa fikirlərdən. Hamısından seçilirik. La ilahe illallah'da. Və la ilahe illallah deməklə sən demək istəyirsən ki, ibadət yalnız Allah olmalıdır. İbadət. Amma bu tərəfdən ibadət eləmirsən. La ilahe illallah deyirsən, amma ibadət eləmirsən. Fikir ver. Allahu Ekber. Allahu Ekber. La ilahe illallah. Vallahu Ekber. Yenə təkbir. Allahı əzəmətləndirirsən. Və lillahil həmd. Həmd yalnız Allaha məxsusdur. Həmd. Həmd şükür deyil. Şükürdən daha genişdir mənası. Həmdi yalnız Allaha eləyə bilərsən. Şükür məxluqa da eləyə bilərsən. Deyə bilərsən filan kəsə təşəkkür edirəm. Amma deyəməsən həmd edirəm sənə. Həmd məxsusdur Allaha. Yəni biz bununla başa düşürük ki, elə sözlər, elə əməllər var ki, məxsusdur Allaha. Allahdan qeyrisi olmaz. Fikirəsi tovhiddir. Balaca bir zikirdir, böyük məna daşıyır. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber, və lillahil həmd. Və bu bayram gələn həm də bayram günü gəlir. Allah tuttuğumuz oruçları qəbul etsin. Allah bizə eşitli faydalardan etsin. Allah bizi bağışlasın. Çünki o bağışlamağı sevir. Və bağışlayan yalnız odur. Ona görə Ayşə radiyallahu anh deyəndə hansı duaya üstünlüğü vereyim, hansı duanı edim? Dedi ki, dikine Allahümme inneke afuvun tuhibbul affa fa'fu anni. Və tabii ki bu ay bağışlamaq ayıdır, bu ay dəyişmək ayıdır. Əsas nədir? Bundan sonra sən özünü necə aparacaqsan? Bu məktəbdən sonra. Yəni, çalışma lazımdır. Necə bu məktəbi deyirik, hələ davam eləyək. İbadətlərlə və s. Allah müsəlmanlara kömək olsun. Hələ bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.